Salam hörmətli tələbələr. Müasir informatika magistr kitabında olan mövzular üzrə video dərslərimizi davam etdiririk. Bu video dərsimizdə kompüterlər başlığı altında mövcud olan alt başlıqlardan ehemlərin yaranma tarixi haqqında danışacağıq. Növbəti video dərslərimizdə isə uyğun olaraq bu başlığın növbəti alt başlıqları fərdi kompüterlərin texniki təminatı və fərdi kompüterlərin proqram təminatı haqqında video dərslərimiz olacaq. İndi isə video dərsimizə başlayaq. Gördüyünüz kimi kompüterlər başlığı haqqında olan ilk alt başlığımız ehemlərin yaranma tarixi adlanır. Əvvəlcə ehem sözünün hansı mənaya gəldiyi haqqında danışaq. Ehem elektron hesablama maşınları deməkdir. İlk yaradılan kompüterlərin yaradılma səbəbi elektron hesablamaların avtomatik yerinə yetirilməsi idi. Ona görə də kompüterlər haqqında danışmağa başlayarkən ilk əvvəl kompüter sözü əvəzinə ehem terminindən istifadə edilir. Gördüyünüz kimi mövzunun birinci hissəsində ümumi giriş verilib. Lakin mən bu video dərsdə sizə ən vacib olan hissələr haqqında danışmaq istəyirəm. Yəni burada əsas məqsədimiz testlərə düşə biləcək suallar ətrafında danışmaqdır. Elektron hesablama maşınlarının yaranmasında ən çox xidməti olan alimlərdən biri Charles Babbage'dir. Elektron hesablama maşınlarının proyektini kağız üzərində hazırlayan Charles Babbage tarixdə elektron hesablama maşınlarının əsasını qoyan bir şəxs kimi tanınır. Charles Babbage'in tələbəsi olan Ada Lovelace isə ilk proqramçıdır. Bu mövzuda bizim üçün ən vacib olan hissə isə ilk kompüter olan ENIAC-la bağlıdır. Gördüyünüz kimi şəkil 1-də ENIAC adlı ilk kompüterin təsviri bizə göstərilmişdir. Kompüter 1946-cı ildə ABŞ-da yaradılmışdır. İlk kompüter hesab olunan ENIAC çox böyük ölçülərə malik idi. Bu kompüterin yaradıcısı isə John von Neumann hesab olunur. Bundan başqa testlərdə müxtəlif formalı suallara da rast gələ bilərik. Ona görə yadda saxlamalıyıq ki, ENIAC müasir kompüterlərin əcdadı, John von Neumann isə müasir kompüter texnologiyalarının banisi sayılır. İlk kompüter hesab edilən ENIAC-ın kəşfindən sonra kompüterlərə maraq xeyli artdı. Nəticədə çox saylı alimlər kompüter texnologiyaları üzərində işləməyə başladılar. Bu da kompüter texnologiyalarının çox böyük sürətlə inkişafını gətirib çıxardı. Belə ki, inkişaf prosesində kompüterlərin ölçüləri getdikcə kiçilir, onların görə biləcəkləri iş, imkanları isə sürətlə artırdı. Və kompüterlərin bu inkişaf tarixini biz nəsillərə ayırırıq. Yadda saxlamaq lazımdır ki, nəsilləri bir-birindən fərqləndirən əsas cəhət onun element bazası ilə bağlıdır. Əsas 4 kompüter nəsli haqqında danışacağıq. Hər bir kompüter nəslinin element bazasını yadda saxlamaq zəruridir. Birinci nəsil ehemlər yaxud birinci nəsil kompüterlərin element bazasını elektron lampalar təşkil edirdi. Birinci nəsil ehemlər 1946-cı ildən etibarən yaranmağa başlayıb. Yəni, birinci nəsil ehemlərin ilk nümayəndəsi ENIAC-dır. İkinci nəsil ehemlər. İkinci nəsil ehemlərdə element bazası tranzistorlar və diodlar idi. Üçüncü nəsil ehemlərdə tranzistorlar və diodları integral sxemlər əvəz etməyə başlayır. Və nəhayət, 74-75-ci illərdən etibarən 4-cü nəsil kompüterlər meydana gəlir. Burada element bazasını böyük integral sxemlər təşkil edirdi. 4-cü nəsil kompüterlər artıq kifayət qədər kiçik ölçülərə və böyük iş imkanlarına malik idi. Buna görə də IBM firması 1981-ci ildə ilk dəfə fərdi kompüterlərin istehsalına, daha doğrusu kütləvi şəkildə istehsalına başladı. Yəni 4-cü nəsildən sonra kompüterlərin ölçüləri o qədər kiçilmişdi ki, onları bir stolun üzərində yerləşdirmək mümkün olurdu. Bu da öz növbəsində fərdi kompüterlərin meydana gəlməsinə gətirib çıxardı. Bir çox ədəbiyyatlarda 5-ci nəsil
kompüterlərə də rast gəlinir. 5-ci nəsil kompüterlər dedikdə, müasir dövrdə, yəni günümüzdə istehsal olunan ən son texnologiyalara əsaslanan kompüterlər nəzərdə tutulur. Nəsillərdən başqa, ölçü və imkanlarına görə bildikləri işlər əsas tutularaq, kompüterlər yenə də müəyyən siniflərə ayrılır. Super ehemlər, böyük ehemlər, kiçik ehemlər və mikro ehemlər. Yuxarıdan aşağıya doğru sıraladıqca kompüterlərin sürəti və görə biləcəkləri işlər azalır. Belə ki, super ehemlər çox böyük qiymətə malik kompüterlər idi və aydın məsələdir ki, onların görə biləcəyi işlər də çox idi. Belə kompüterlər xüsusi firmalar tərəfindən bütün firmanın işinin yerinə yetirilməsi üçün nəzərdə tutulurdu. Xüsusi məqsədlər üçün nəzərdə tutulan super ehemlərdən biraz daha zəif olan kompüterlər böyük ehemlər adlanırdı. Nisbətən kiçik müəssisələrdə isə kiçik ehemlərdən istifadə olunurdu. Mikro ehemlər dedikdə isə nəzərdə tutulan fərdi kompüterlərdir. Bundan başqa, kompüterlər ümumilikdə universal və ixtisaslaşmış kompüterlər olmaqla iki hissəyə bölünür. Bizim istifadə etdiyimiz kompüterlər universal kompüterlər hesab edilir. Belə ki, bu kompüterlər vasitəsilə bir çox işlərin görülməsi, məsələn, yazının yazılması, musiqiyə qulaq asılması, şəkil çəkilməsi və s. mümkündür. İxtisaslaşmış kompüterlər isə hər hansı konkret bir məsələ üçün yaradılmış kompüterlərdir. Məsələn, sualtı gəminin idarə olunması üçün yaradılmış kompüter, təyyarələrin idarə olunması üçün yaradılmış kompüter və s. İndi isə kompüterin arxitekturası haqqında danışaq. Kompüterin arxitekturası dedikdə, onun əsas hissələri, onun quruluşu başa düşülür. Bizim hal-hazırda istifadə etdiyimiz kompüterlər John von Neumann arxitekturalı kompüterlər hesab olunur. Belə ki, ENIAC-dan günümüzə qədər kompüterlər kifayət qədər inkişaf etsə də, müasir dövrdə istehsal olunan kompüterlərdə də John von Neumannın ideyaları əsas götürülür. Ona görə də ENIAC müasir kompüterlərin əcdadı, John von Neumann isə müasir kompüter texnologiyalarının banisi sayılır. İndi isə John von Neumannın verdiyi və müasir kompüterlərdə də istifadə olunan arxitekturanın sxemini nəzərdən keçirək. Gördüyünüz kimi, kompüterlər iki əsas hissədən ibarətdir. Mərkəzi hissə və periferiya hissəsi. Mərkəzi hissə özlüyündə prosesor və daxili yaddaş qurğusu olmaqla iki yerə bölünür. Periferiya hissəsi də eyni qaydada xarici yaddaş qurğuları və giriş-çıxış qurğuları olmaqla iki hissəyə ayrılır. Prosesor özlüyündə idarəetmə qurğusu və hesab məntiq qurğusu olmaqla, daxili yaddaş isə əməli yaddaş RAM və daimi yaddaş ROM olmaqla yenidən iki hissəyə bölünür. Periferiya hissəsi kompüterə kənardan qoşulan hissələrdir. Bunların bir qismi xarici yaddaş qurğuları, digər bir qismi isə giriş-çıxış qurğuları, yəni printer, skanner kimi qurğulardır. Sadaladığımız bu hissələr haqqında növbəti video dərslərimizdə daha ətraflı, geniş şəkildə danışılacaq. Nəhayət, haqqında danışdığımız mövzunun sonuncu abzasında yenə bizə lazım olan testlərdə tez-tez qarşımıza çıxan bəzi məlumatlar göstərilib. Yuxarıda da qeyd etdiyimiz kimi 1981-ci ildə ilk dəfə IBM firması IBM PC adlı fərdi kompüterlərin kütləvi şəkildə istehsalına başlayır. Yadda saxlamaq lazımdır ki, fərdi kompüterlər 4-cü nəslə aiddir və ilk fərdi kompüterlərdə istifadə olunan əməliyyat sistemi MS-DOS adlanırdı. MS-DOS əməliyyat sistemi Microsoft firmasının məhsuludur. Beləliklə, bu video dərsimizdə ehemlərin yaranma tarixi haqqında danışdıq. Növbəti video dərslərimizdə fərdi kompüterlərin texniki təminatı və fərdi kompüterlərin proqram təminatı haqqında danışılacaq. Sağ olun.